Amma da bu suyu aç bıraq, suyu söy, suyu lənətlə, nə bilim, bu su niyə qara gəldi? Buyurun, laboratoriyumuza müraciət edin, laboratoriyumuz sizə bütün cavabları. Deməli, 6 iri şəhərin 6-sından da krantdan gələn su içmək olar. Sudan xəstələnən neçə nəfər olub? Bir az statistika versin görüm. Jurnalistikamız artıq TikToka qurban verməkdədir özünü. O dövrdə sanki mətbuat daha azad fikirlərini ifadə edə bilirdi. Biz TikTokla müqayisə eləməyə başlamışıq jurnalistikanı. Bu bizim dövrün zəhmətkeş, yazan jurnalistləri yox. Bizim aldığımız həzz bəzən bir saniyə olur. Bizim dövrün insanları ilə indiki dövrün insanları arasında böyük fərq var. Bizdə mətbəə var, nəşriyyat yox. Ər və arvad yazmaq qadağan. Halbuki Sovet dövründə taksi hamısı kitab oxuyur. Yükünüz hər zaman daşına bilən olsun. 175 yük daşıma və evakuasiya xidməti. Badamlı. Adı və dadı ilə. Salam dostlar, hər vaxtınız xeyir olsun. Qara Qırmızı layihəmiz yenidən efirdədir. Mən və həmkarım Cəlil Cavanşir yenidən sizin görüşünüzə gəlmişik. Qonağımız isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərinin Birləşmiş Su Təchizatının mətbuat katibi Ceyhun Musağuludur. Ceyhun, xoş gəlmisiniz. Çox sağ olun. Qurumunuzun adı o qədər uzundur ki, nəfəs çatdıra bilmədim. Elə oradan başlayaq ki, bax sizin bu Azər suyu da əvvəl ümumi, indi bunun adı dəyişilib. Burada hansı bölgülər aparılıb? Niyə görə bu bölgülər baş verib? Yəni əsas səbəb nədir? Cənab Prezidentin çox sağ olun birincisi verilişə görə. Mən bu verilişi izləyirəm YouTube kanalından və çox bəyənirəm. Hətta arzum idi ki, mən burada iştirak edeyim və çox sağ olun ki, mənə də arzuları çatdırdınız. Cənab Prezidentin sərəncamı ilə Azərbaycan fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb və onun tərkibində 5 publik hüquqi şəxs və bir xidmət fəaliyyət göstərir. 5 publik hüquqi şəxsdən biri də iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətidir və digəri də regional Birləşmiş Regional Su Təchizatı xidmətidir ki, regional deyəndə biz regionları, rayonların su təchizatı ilə təminatı nəzərdə tutulur. İri şəhərlər deyəndə burada 6 şəhər nəzərdə tutulur. Yəni Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Bakı və bu yaxınlarda da Cənab Prezidentin sərəncamı ilə və Naxçıvan şəhərinin də su təchizatının idarə olunmasını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin Birləşmiş Su Təchizatına tapşırdılar. Əslində iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti adı uzun olsa da mahiyyəti özündə əks etdirir. Biz buna qısa şəhər su da deyə bilərik. Biz digərinə region su da deyə bilərik. Amma bu hələ öz təsdiqini tapmayıb deyə mən sadəcə olaraq həmişə düşünürəm ki, şəhər su deməyimiz daha yaxşı olardı. Amma rəsmi adısa İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətidir. Bunun yaranmasında Azərsuyun əslində yeni formasıdır. Yeni hüquqi bir bazasıdır İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidməti. Bunu əslində ayırmaq çox dəqiq yanaşmadır. Niyə? Bunun içərisində layihə institutu var. Bunun içərisində deməli tikilməkdə olan obyektlərin müdiriyyəti adlı bir qurum var. Sonra sulardan istifadəyə nəzarət adında bir qurum var. Bunlar hamısı ayrı-ayrı öz işləri ilə məşğul olsalar daha doğru olar. Yəni biri var ki, Azərsu bütün bu işlərin hamısını görür. Suyun keyfiyyətindən tutmuş, mənbələrinə qədər, mənsəblərinə qədər, o cümlədən tullantı suları və yeri gəlmişkən Azərbaycanda ilk dəfədir ki, yağış sularının idarə olunması bir mexanizmi qurulmaqdadır, qurulacaq. Cənab Prezident məhz Atsiyanı yaradanda bütün dünyada baş verəcək su qıtlığının daha tez qarşısını almaq üçün görülən tədbirlər çərçivəsində belə bir qurumun yaranmasını nəzərdə tutub. Yəni çünki sabah yağış suyunun idarə olunması var. Yağış suyunun idarə olunması da məhz iri şəhərlərin görəcəyi işdir. Yağış suyunun idarə olunması o deməkdir ki, biz yağışı su olaraq niyə itirək axı? Niyə itirək ki? Biz onu yenidən dəyərləndirmək, yenidən onun istifadəsinə şərait yaratmaq, sənayedə istifadəsinə, kənd təsərrüfatında istifadəsinə, o cümlədən tullantı su axıntısı deyirik. Biz buna bu kanalizasiya deməkdir. Yəni tullantı suları niyə yoxa çıxmalıdır ki? Tullantı sularını yenidən su təmizləyici qurğular vasitəsilə özümüzə qaytarıb kənd təsərrüfatında niyə istifadə edəməyək ki? Hətta Avropa ölkələrində onu içməli su kimi belə istifadə eləyirlər. Və çox gözəl nümunələr var Avropa ölkələrində və digər ölkələrdə və bizim deməli Atsiyanın sədri dəfələrlə görüşlər keçirib, İri Şəhərlərin sədri dəfələrlə görüşlər keçirib rəhbərliyi və beynəlxalq
belə deyək, aləmin nümayəndələri ilə, ölkələrin su səfirləri ilə, onlarda su səfirləri var, mesela İsraildə, nazirləri ilə və onların təcrübələrini bölüşürük və çox böyük işlər gedir. Çox böyük layihələr icra olunacaq. Məsələn, cənab prezidentin milli su strategiyası var. Yəni sudan səmərəli istifadə etməyi özündə əks etdirən milli strategiya imzalayıb. Milli strategiyada 3 məqam var, 3 mərhələ var. O mərhələnin biri 2017-ci ilə qədər layihələrin hazırlanıb təqdim olunmasıdır. Tutaq 2017-dən sonra 2030-a qədər, 2000 belə deyək ki, 28-ə qədər, 30-a qədər məhz bu layihələrin icra mexanizmlərinin formalaşdırılması. 2040-cı ilə qədər də bu kimi problemlərin, yəni suyun həcminin hesablanmasından tutmuş, kanalizasiya suyunun idarə olunması, yağış suyunun idarə olunması, Bakı şəhərində, o cümlədən digər ərazilərdə susuz qalan yerlərin, belə deyək ki, kanalizasiyasız qalan yerlərin, şəbəkə qurulmayan ərazilərin şəbəkələrinin qurulmasıdır. Böyük, çox böyük bir strategiyadır bu. Strategiyadır və bu təkcə bizim üzərimizə düşmür. Bu digər qurumlarla bir yerdə biz bu işləri görəcəyik. İndi təsəvvür edin, bu işləri təkcə Azərsu görsəydi, bu primitiv alınacaqdı. Ona görə də bunlar ayrıldı 5 publik hüquqi şəxsə bir xidmətə ki, bu işlərin içərisində digərlərinin də üzərinə iş düşsün və bu təmərküzləşmə şəklində həyata keçirilsin. Yəni onda daha güclü olur da. Yəni biri var bir əldə cəmləşdirirsən, biri var bunlar hər sahə üzrə idarə olunur. Sudan söhbət düşmüşkən bir aktual bir sual vermək istəyirəm sizə. Bu krantdan gələn suları şəhərlərdə, iri şəhərlərdə içmək olarmı? Yəni niyə görə deyirəm? Məsələn, mən özüm də bina evində yaşayıram. Biz suyu alırıq, filtrləşmiş su alırıq. Krantdan gələn suya etibar eləmirik. Bütün şəhər sakinləri krant sularına etibar eləmirlər. Nəticədə o müəyyən su şeyləri var, şirkətləri var ki, oradan biz içməli su alırıq. Bu krantdan gələn suyun tərkibi, təhlükəsizliyi nə dərəcədə doğrudur və insanların aldığı o suların filtr sularının keyfiyyəti o krant suyundan nəyinə fərqlənir? Aktual sualdır və biraz da çox işlənmiş mövzudur. Nə mənada çox işlənmiş mövzudur? Mən ümumiyyətlə həmişə bütün məsələlərə, bütün problemlərə elmi müstəvidə yanaşmağın tərəfdarı olmuşam. Çox təəssüf ki, bizim yaşımız azdır, yəqin ondan da cəmiyyətin yaşı, o boyda biz Qarabağ problemlərini eləmişik. Mən elə gəlir ki, bundan sonra daha çox biz fokuslanarıq məsələlərə elmi yanaşmağa. Tutaq ki, mən sizə tövsiyə edərdim ki, sizin mağazadan aldığınız suyu gətirin bizim laboratoriyaya təqdim edin. O, onun tərkibində olan komponentləri, mineral maddələri haqqında sizə məlumat versin. Orada nə qədər mineral maddə var, varmı, yoxmu, ölü sudurmu, diri sudurmu? Və mən burada şirkətlərin, yəni su satışının barəsində də bir demək istəmirəm, amma siz gəlib onun nəticəsinə baxsaz, çünki mən nəticəsinə baxmışam, siz daha mənə elə gəlir ki, tam başqa yol tutarsınız, elə krantdan suyu açıb içərsiniz. Yəni, bundan bunu demək istəyirəm sizə. İkinci, sizin krantdan gələn suyun qayğısına necə qaldığımızı göstərən böyük bir mexanizmlə tanış olsaq, Ceyranbatan su təmizləyici qurğuları ilə tanış olsaq, biz yeri gəlmişkən mütəmadi olaraq jurnalistləri ora media turlara aparırıq. Sonuncu dəfə də aparmışdıq və doğrudan da çox böyük zövq almışdılar ki, və biz bu suyu içirik də, nə gözəl su içirik biz. Və siz oradakı təmizlənmə işləri ilə tanış olsaq və yeri gəlmişkən Amerikada keçirilən su festivalında bizim su təmizləyici Ceyranbatan qurğuları, Ceyranbatan su təmizləyici qurğular birinci ilə çıxıb və bütün Amerika məhtəl qalıb ki, sizdə belə qurğular var. Orada olan embranlar, orada olan 7 mərhələdə, 6 mərhələdən keçən suyun təmizlənməsi, süzgəclərdən, qum süzgəclərindən və onlara nəzarət, Ceyranbatan suyunun təmizlənməsi, siz deyirsiniz ki, mən bundan sonra krantdan içəcəm. Şəxsən mən, Musayev Ceyhun Musaoğlu, burada işləməmişlər öncə də həmişə krantdan içmişəm, qaynamış su içməmişəm. Qaynamış suyu bir dəfə qaynadıb içmək olar. Təbii ki, çay qoyuruq da. Amma onu 2 dəfə, 3 dəfə qaynatdıqca onun tərkibində olan komponentləri də zərər vermiş oluruq. Amma mən bütün bu elmi yanaşmanın tərəfdarı olduğum üçün mən ümumi ifadələrlə danışıram. Amma onun tərkibində olan mineral maddələr hansı ki, insana xeyirlidir, o niyə yoxdur, niyə var, niyə olmalıdır, niyə olmalı deyil. Bununla bağlı siz elə
krantınızdan bir stəkan suyu götürüb bizə təqdim edəsiniz, biz sizə çox gözəl bir çıxarış verərik. Elmi müstəvidə bizim çox ciddi laboratoriyamız var və iri şəhərlərin tərkibində yerləşir. O cümlədən də əksər rayonlarımızda da mərkəzləşmiş laboratoriya var. Əgər hər adam, hər hansı bir vətəndaş, sakin, abonent suyu açıb, əgər oradan hər hansı bir çirkli, rəngi dəyişmiş, şəffaf olmayan su gəlirsə, o ola bilir. İstisna hallarda necə ola bilir? O belə ola bilir ki, kəmərdə, xəttdə, boruda hər hansı bir qəza hadisəsi baş verir və qəza hadisəsinin aradan qaldırılması zamanı təbii ki, o borunun içərisinə hardansa nələrsə daxil ola bilir, qumlar nələr. Yaxud da borunun özünün istismar müddəti bitib, istismar müddəti bitdiyi üçün ora tökülə bilir. Amma bu o demək deyil ki, biz ancaq bu suyu içirik. O müvəqqət olaraq gəlir və 90% belə olur ki, həmin ərazidə qəza hadisəsi baş verib, aradan qaldırmışıq. Aradan qaldıranlar 15 dəqiqə, 20 dəqiqə, 1 saat su belə gələ bilir. Yəni, bunlar amma, yenə deyirəm, elmi müstəvidə yanaşanda məsələlərə daha ciddi aydınlıq gətirilə bilir. Məsəl üçün, mən çox qəribədir bir fikir eşitdim. Bilmirəm, onun demək nə qədər doğrudur, amma belə fikirlər çoxdur. Məsəl üçün, deyirlər ki, hamilə qadın saçını kəstirəndə uşağının ömrü azalır. Siz təsəvvür edin, yanaşmaya baxırsınız. Yəni, bu yanaşma ilə sən suyun təmiz gəlsə belə sən o çiki görəsən. Bu baxış bucağında təmiz heç nə yoxdur. Bildiniz necə? Ümumiyyətlə, mən həmişə deyirəm, iki müstəvi var. Bir var stirometriya, biri var planimetriya. Planimetriya həndəsədə biz onu keçirik 8-ə qədər, stirometriya keçirik 8-dən sonra. Stirometriya fəza həndəsəsidir, planimetriya müstəvi həndəsəsidir. Məsələn, biz bir fiquru müstəvinin üzərində qoyub planimetrik nöqteyi nəzərdən ona baxsaq, biz o fiqurun arxasını görməyəcəyik, oturacağını da görməyəcəyik. Biz onun sol tərəfini də yaxşı görə bilməyəcəyik. Ən yaxşı gördüyümüz bir üstü olacaq, bir bizə tərəf olan hissəsi olacaq. Amma təsəvvür edin, bu fiqur əgər çox bucaqlıdırsa, biz cəbinin iki bucağını görürüksə, o çox bucaqlarda nələr baş verdiyindən xəbərimiz yoxdursa, biz bu fiqur haqqında necə mühakimə yürüdə bilərik? Ona görə də qaldırdıq fiquru planimetriyaya, yuxarıya və planimetrik stirometrik nöqteyi nəzərdən baxanda göydə daxı biz bunun hər yerini görməyə başladıq. Bütün bucaqlarını görməyə başladıq. Biz artıq buna qiymət verməyi bacardıq. Nə istəyirik, qiymət veririk. Qalır o bizim qiymətləndirməmizin savadlı dərəcəsinə. O başqa bir şeydir. Amma görürük. Görürük ki, burada 6 bucaq var, 8 bucaq var və bir bucağın tutaq ki, ölçüsü bu qədərdir, bir bucağın ölçüsü bu qədərdir. Yəni, deməyim odur ki, biz məsələlərə daha geniş maştabdan, daha müxtəlif bucaqlardan, suyun özünə də baxsa, biz onda daha yəqinləşdirərik ki, bizim suyumuz hətta bir çox bəlkə ölkələrin, mən də yenə deyirəm, bu elmi yanaşma deyil, ola bilirsiniz, belə də deyil, amma bir çox ölkələrin suyundan çox təmizdir. Çünki bunu təmizləyirik, bunun qayğısına qalırıq. Bəzən deyirlər, suya niyə xlor vurursunuz? Bütün dünya suya xlor vurur. Mümkünsüzdür xlorsuz suyu içmək. Xlor nələrə təsir edirsə... Yalnız bulaq sularını içmək olar da. Baxın, şollardan gələn suyu təmizlənmir. Baxın, şollardan gələn su təmizlənmir. Çünki o, bulaqlardan, dağlardan süzülüb gələn sudur. Baxın, ehtiyac yoxdur. Xeyr, məsəl üçün, mən həmişə müqayisə edirəm. Deyirəm, dostlar, bir uşağı doğulan kimi sən onu öhtəvə götürüb, əsl insan kimi tərbiyə edib, onu xoşbəxt böyütmək istəyirsənsə, yalnız atalar sözü ilə idarə elə. Fransız atalar sözü ilə idarə eləsin. Azərbaycan atalar sözü ilə, Amerika atalar sözü ilə, Rus atalar sözü ilə. Atalar sözü ona görə bir dənə də nöqtəsi yanlış deyil ki, baxmayaraq ki, dediyim kimi planetik müstəvidən baxaraq, quyuya su töyməklə deyil, dama göl onları ziddiyyət hesab edirik. Bu çox, yəni, gülməlidir və bu heç planimetrik də deyil. Bu, ümumiyyətlə, bir gözlə və yarımçıq baxmaqdır məsələlərə. Bunu qoyduq qırağa. İndi baxın, dağlardan süzülüb gələn suya oxşuyur atalardan süzülüb gələn sözlər. Atalardan süzülüb gələn sözlər nə qədər dəqiq və təmizdirsə, ona xidmət göstərmək nə qədər insanı xoşbəxt edirsə, dağlardan süzülüb gələn su da eyni motiv, eyni mənanı verir, eyni sağlamlığı yaşadır və yaradır bizə. Yəni, əslində agentliyin yaradılması həm də məsələlərə, bax, bu kontekstlərdən baxmaqdır.
Təkcə bu deyil mənim suyum niyə gəlmir. Təkcə bu deyil. Bir dənə də sizə deyim, mən oxumuşam ki, Finlandiyada ən çox göllər Finlandiyada. Rəqəm demək istəməzdim, amma mən 800 mini deyəsən görmüşəm. Onun içərisində süni göllər də var, belə göllər də var. Və son göllər ölkəsi. Son illər, özdə Finlandiyanın tarixini də bilirik, oxumuşuq, azamlıqları hamısını bilirik. Niderlandın tarixində olan, yəni necə yollar keçiblər, nə ediblər. Təsəvvür edin ki, son illər onlara büdcədən ən çox ayırdığı sahə havadan müdafiə sahəsidir. Niyə? Onlar müəyyənləşdiriblər ki, özdə yaxın tarix dedilər, 15 il dedilər. 15 ildən sonra dünyada su müharibələri olacaq. Bunlar göllərin yanında havadan müdafiə sistemləri qururlar indidən. Görün öz göllərini, öz su ehtiyatlarını necə qoruyurlar. Yəni su ilə bağlı təhlükə o qədər mi? O qədər, bəli, su ilə bağlı təhlükə. Bizim ölkədə necədir? Eyni səviyyədədir bizim ölkədə dünya ilə. Əslində bizim bir çox ölkələrdən çox ciddi şəkildə fərqləri su ehtiyatımıza görə. Bizim su ehtiyatımız var, amma 70%-i transsərhəd çayların hesabınadır. 72%. Siz təsəvvür edirsiniz? Yəni özümüzün Türkiyədən, Gürcüstandan. İndi mən onu tam Qarşısını kəssələr, yəni çayın qarşısını kəsib, yəni biz məcərasını dəyişə bilərlər də bunu. Məsələn, Araz çayı bilirəm ki, Ermənistandan da keçir. Və biz, mən sərhəd qoşunlarında xidmət etmişəm. Həmin dövrdə gün 5-ci günü idi, deyəsən, qırmızı gəlirdi, suyun rəngi qıpqırmızı oldu. Onlar ona nəsə atırlar maddələr ki, ora nəsə hansısa bir maddə atırlar. Yox, söhbət o dəyişməkdən getmir. Biz məsəl üçün Rusiyadan axan çaylardan biz qidalanırıq. Onlar böyük çaylardır. Onların heç səmtin dəyişməyində. Ola bilsin gələcəkdə Samur çayından, gələcəkdə hansısa bir ciddi konfliktlər olacaqsa, orada nə baş verəcəksə biz onu da proqnoz edə bilmirik. Biz ancaq bunu deyirik ki, əzizim, əgər sən suyu açdınsa, sirtməni açdınsa, su gəldisə, əlini sabunladınsa, bağla. Sabunlar qəşəng belə axı vaxt gedir. Yəni adi şeylər deyirik də biz. Yəni onun axıtmasının qarşısını al. Məsəl üçün bizdə qəza hadisələri baş verir də. Kanalizasiya qəzası olur, su qəzası olur, digər. Bizdə su axıntısı eşidən kimi və minnətdaram jurnalistlərə, minnətdaram ictimaiyyətə ki, o saat bizi də məlumatlandırırlar. Biz onu daha tez aradan qaldırmağa çalışırıq. Həm də ona görə ki, onun hər litri puldur. İtkidir. Bizim məsələn maraqlı bir fikrimiz var. Deyirik ki, biz suyu satanda kubla satırıq. Su itəndə pulla hesablayırıq. Bilirsiniz necə? Yəni mən sizə 10 kub su satdımsa, bunu vuranda 10 manat edir 1 manatdan. Kanalizasiya ilə bir yerdə. Özü yeri gəlmişkən də mən burasını demirəm 1 manatdır. Da nə deyim sizə 70 qəpikdir də bu. Bunun tonu 70 qəpikdir. Bu tonu litrlərə böl 50 qəpikdir də su. Ən ucuz su. Bunu tonu yəni litrlərə bölsən gör nə qədər, yəni sərf edir də bizdə 70 qəpik. Hə. Nə gözəl ki belədir. Və biz bunu deyirik ki, tez qarşısını alın. Məsəl üçün, damcı üsulu ilə sulağa ağacıvı. Nədir ki, bir dənə xətti çəkəcəksən, reisin boru çəkəcəksən, damcı ilə sulada. Neyinirsən, şırhaşır su axır. Həm də çox sulamaq ziyandır ağaçlara. Məsələn, Abşeronda ağaçların tez qurulmasına səbəb, Abşeronda torpağın üst qatının çart əmələ gəlir, yəni tez gilləşir, gil var tərkibində və elə bilirlər ki, quruyub, ağaclarının suyu yoxdur. Lapatkanı vurub dibinə baxmadan ona su verirlər. Və suyun çoxluğundan quruyur. Nizaminin də qəzəli var, bilirik bunu, çox. Artıq dərd verir sudan. Yəni, bu mənada suya qarşı o qədər diqqətli, o qədər sevgili olmalısan. İndi onun tərkibi, muğam qulaq asanda su necə olur, onları da dair alimlər bilir ki, doğrudan da bu nə deməkdir. Və doğrudan da ulu öndərə Allah rəhmət eləsin, su həyat mənbəyi olaraq qalır, o qədər dəqiq ifadədir ki. Bəzən deyirlər ki, məsəl üçün, bu adi cümlələrdən biridir. Bəli, bu cümlədir, amma bunu fraziyə çevirə bilərik biz. Qalır o deməkdir ki, hələ də həmin suda, dostlar, elə bilməyin, çoxaldı, elə bilməyin, adiləşdi, xeyr. Hələ də qalmaqda davam edir. To goingdir bu, başa düşdünüz, bu davam edici zamandır bu. Yəni, bu mənada biz mənə elə gəlir ki, suya özümüzü yaradan varlıq kimi baxmalıyıq. Bizi əks elətdirən, bizi bütövləşdirən, ancaq su iç gör necə sağlam olarsan. Bundan artıq nə deymişsə, ancaq suyu bütün orqanların sən, amma da bu suyu aç bıraq, suyu söy, suyu lənətlə, nə bilim, bu su niyə qara gəldi. Buyurun, laboratoriyumuza müraciət edin, laboratoriyumuz sizə bütün cavabları verir. Deməli, 6 iri şəhərin 6-sından da krantdan gələn su içmək olar, qısa kan. Əlbəttə. Buradan, əziz dostlar, mətbuat xidmətinin rəhbəridir. Bəli. Azər su indi isə
İri şəhərlərin su Bəli, bəli. təchizatı xidməti, mətbuat xidməti rəhbəri. Yəni mən də onun tərəfdarıyam ki, əgər mənim krantımdan su gəlirsə, mən onu içə bilərəmsə, mən niyə hər həftə məsələn 8 manat, 10 manat suya pul verməliyəm? Bilirsiniz, mən sizə bir söz deyim. Yenə deyirəm. Məsələlərə elmi yanaşsınlar, bu daha doğru olar. Götürsünlər sularını, gətirsinlər bizə. Biz onu yəni laboratorda onu necə ki gedib analiz eləmirik özümüzü. Check-up verək də, suyun check-up'ını verək də. Burada nə problem olacaq? Bir də sizin aldığınız su var, filtrdən keçir. Onun check-up'ını verək də. Və mən o su haqqında o qədər bilirəm ki, sizin aldığınız su haqqında. Yəni sadəcə olaraq mən burada bu barədə danışmaq istəmirəm. Müqayisə ilə hansı yaxşıdır? O sudan içmirsiniz. Əlbəttə yox, qardaşım. Yəni o mənada ola bilər ki, bu günlərim suyumuz biraz belə gələ bilər. Qardaş, sudur da, qoydun. Məndə evdə baseyn var yerin altında. 4 ton. 4 ton. Ora su dolur. O baseyni açsa içinə baxsanız, deyirsən, bu nə? İçi qum, zat. Yəni ora ağzından nə qədər tökülüb verir. Bu dibidir də, şeydən tökülüb ha. Suyun özündən gəlməyib ha. Biraz ağzından açanda külək zat, yarpaq, heç nəyə dəymir. Hələ təmizləmir. Yəni niyə? Lap yaxşı da, çöktürür də o. Hamısı çöktürür. Mən kənddə böyümüşəm, bizdə bulaqlar var idi. Bulaqların o turbaları olur da, belə saxsıdan falan belə turbaları. Məsələn, o tərəfində, biraz turbanın içi tərəfində qurbağa qurulduyurdu. Biz o suyu doldururduq, boçuklara gətirib içirdik. Yəni, müəyyən qədər belə... Bir də məsəl üçün müraciət eləyin Səhiyyə Nazirliyinə. Məsələn, mən indi gəldi ağlıma. Tutaq ki, müraciət eləyin. Deyin, bu günə qədər Azərbaycanda içilən sudan tapılan xəstəlik, kimsə, neçə nəfər xəstələnib, yəni, heç bir nəfər da statistika versin, deyəsə, sudan xəstələnən neçə nəfər olub, bir də statistika versin, görüm. Niyə biz məsələlərə ancaq elə, siz necə belə, dediyim kimi də, planometrə ilə yanaşsaq, bizə yaraşmaz özdə bizim cəmiyyət. Hardan yaranıb ki, bu krantdan gələn suyu içmək olmaz? Bilirsiniz, dediyim kimi də, bizim başımız qarışıb, ölkəmizin, cəmiyyətimizin, Qarabağımızın yəni alınmasına, idarə olunmasına, qurulmasına, yəni maariflənmə çox geridə qalmışıq biz. Maariflənmədə çox geridəyik. Yəni bu mən sizə deyim ki, yəni indi bəlkə başlamaq lazımdır və gecikmişik təbii, amma ciddi başlamaq lazımdır. Ümumiyyətlə kim nə danışsa demək lazım ki, xahiş edirəm elmi dəlil gətir. Xahiş edirəm. Yəni jurnalistlik biz kimlə söhbət ediriksə, əgər hansı bir ittiham edici xarakterə malik bir söz deyirsə, ittiham edici bir ifadə işlətsə, biz deməli xahiş edirəm elmi dəlil gətir. Məsələn, bir dəfə mənə jurnalistlərdən biri dedi ki, Facebookda, sosial şəbəkədə yayılıb ki, suyu içib xəstəxanaya düşüb. Mən onlara dedim ki, xahiş edirəm, həmin xəstəxanadan həkim rəyi gətirin. Həkim rəyi gətirin. Baxın, mənim bu cavabım bizdə rəhbərlik tərəfindən yaxşı qarşılanmadı. Ki, yox, gərək biz ona deyərdik ki, suyu verin, laboratorda keçirək, deyirəm, mən başa düşdüm, bu verməyəcək suyunu bizə. Bu bizə gətirib suyunu təqdim eləməyəcək laboratorda. Bu xoşlayır ittiham eləməyi. Bu xarakter etibarilə doyur ittiham eləyəndə. Bir deyim, kimisə aşağılayanda, kimisə sakitləşir. Bizim yeganə yolumuz budur ki, gəlin buna deyək ki, fakta söykən. Xəstələnən adı familiyası, hansı xəstəxanada qeydiyyatdan keçib və həmin xəstəxanada buna verilən sudan xəstələnmirsən rəyi, xahiş edirəm bunu biz istəyirəm. Çünki mən öz xalqımı, öz cəmiyyətimi, öz qardaşımı, bacımı yaxşı tanıyıram. Yəni, mən deyirəm ki, insan həyatda 3 mövhumu, 3 xarakteri, 3 nəyi eləməsə, dünyanın ən xoşbəxt, ən varlı, ən rahat, ən sağlam adam olur. Mühakimə eləmək, gileylənmə, tıncıqmı? Çox təəssüf ki, biz bunun üçünü də eləyirik. Və biz bunun həyatımızı zəhərə döndərir. Biz bunun üçü ilə məşğuluq, bilir. Mən bu günə qədər hələ bir nəfər də olsun, görüşəndə deməmişəm ki, bu nə saqqal saxlamısan, bu nə köklükdür eləmişsən, sən niyə belə arıqlamısan? Heç vaxt. Həmişə demişəm, çox gözəl görünürsən, çox sağlam görünürsən və həqiqətən də elə görmüşəm. Keçmiş icra başçılarından biri hamımızın dostudur. Belə. Bir gün mən bunu parkda gördüm, Atatürk parkında. Gördüm ki, çox gözəl bir dənə miniatür bir oğlana çevrilib. Yaşı çox olmağına baxmayaraq. Qucaqladım onu, dedim, sən nə gözəl görsən.
Gözündən yaş gəlir. Deyirəm, niyə beləyiz? Deyir ki, birincidir sən deyirsən, mən bir sənə aradan gəlirəm. Deyirəm, oradan deyir, check-up'da al. Getmədiyim həkim qalmayıb. Deyirəm, niyə deyir, kim mənə görür, deyir ki, sən xəstələnmirsən, sən nə olub? Yəni şeyin yoxdur da, belə deyim, balkonun yoxdur. Yəni, niyə belədir? Deyir, bir nəfər də mənə demədi ki, bu sağlamlıqdır. Biz görəcə tərsinə düşünürük. Sınıxıb, uşaq sınıxıb. Yəni bizim düşüncəmizə bax. Əslində sağlamlıq da o. Yəni yeməmək sağlamlıqdır da, yəni. Biz yeməyənə xəstə deyirik. O mənada təsəvvür edin, indi bu cəmiyyətin bu cür düşüncə tərzinə malik bizim, mənim suyuma nəzarət eləmək çox ağırdır mənim üçün. Mən cəmiyyətimi ittiham eləmirəm, qurban olum cəmiyyətimə. Bu cəmiyyət uğrunda, bu dövlət uğrunda mən müharibə də olmuşam, hər şeydə olmuşam, hər şeydə eləməyə hazıram. Təkcə Şuşaya görə mən əbədi olaraq bütün hər şeyimi qurban verməyə hazıram bu dövlətə. Sadəcə olaraq bu dövləti sevdiyim üçün istəyirəm ki, biraz maarifli olsunlar. Aydınlansınlar yəni. Aydınlansınlar. Bizə bir də dediyim kimi də cileylənməsinlər. Hər şey gözəldir. Həqiqətən Tıncıqmaq hissəsi nətərdir? tıncıqmaq nədir? Baxın, tıncıqmaq tələsmək deyil. Tıncıqmaq tələsmək deyil. Tıncıqmaq səbrin növlərindən biridir. Məsələn, çıxırsan evdən, tıncıxırsan, gah siqaretin qalır, gah telefonun qalır, gah açarın qalır. Çaşdırırsan özünü itirirsən. Niyə özünü itirirsən? Niyə tıncıxırsan? Elə bilirsən ki, sən tələssən, çatacaqsan. Atalarımız deyir, tələsən təndirə düşər. Bəli, və bəzən deyirlər ki, o söz düzgün sözdür. Tərsinə. Elə təndirə düşmə, elə tərsinə düşməkdir. O nə dəxli var ki? Yəni, mahiyyət olaraq dəyişilən atılan sözləri var. Məsələn üçün, olur elə şeylər. Tutaq ki, düzdə qalar. Götürüblər, ədatı birləşdiriblər. Düzdə qalar. Bu ədatdır. Də qalar, ayrıdır bu. Bir yerdə yazılır. Düzdə qalar. Adətən bizdə fikir versən ki, ədatla şəkilçini ayıra bilmirlər. Yəni, düzdə qalar o demək ki, həmişə düzdür bu adam. Bunlar görünür. Bunun tam tərsi deyil. Yəni, heç vaxt düz olmaz. Heç vaxt düz olmaz, düzdə qalasın. Amma bugünə qədər heç bir düzdə qalmayıb. Azərbaycan dövləti Qarabağ problemində düzüydü. 30 ildən sonra getdi bu problemi həll elədi. Düzdə qalmadı ki. Dağa qalxdı. Düzdə qaldı. Özü də çox yox edildi. Özü də Şuşa dağına qalxdı. Yəni bu mənada valla Azərbaycan çox gözəldir. Azərbaycan xalqı çox gözəldir. Azərbaycan ədəbiyyatı çox gözəldir. Azərbaycan düşüncə tərzi çox gözəldir. Azərbaycan biz bütün dünya ədəbiyyatını oxumuş adamlarıq. Qardaş, and olsun Allaha ki, bizim dilimizlə, bizim maneramızla, həm də bizim yaşadığımız həyat tərzi ilə. Tutaq ki, baxın, yeni bir əsəri var, İsmail Şıxlıdadır, ya Yanar Ürəkdədir, ya dəqiq bilmirəm belə. Deyir ki, qolçamaqların dövründə deməli Rus inqilabı baş verəndə bizdə gəldilər, bizim bəyləri tutdular. 5 nəfəri tutdular, 5 qardaşı. Gətiriblər sahablar tövləyə və onların da qapısında dayanan kənd adamıdır da, silahla. Baxıb siyahı ki, burada 4 nəfərin adı var. Deyib ki, bəs sizdə 4 nəfərin adı var axı. Siz də 5 nəfərsiniz. Biriniz qaça bilərsiniz. Xəbərləri yoxdur. Mən qapını yox. Orada var bir yer, oradan qaça bilərsiniz, düyal edəmisiniz. Amma baxın, 5 qardaşsınız, özünüz seçin. Ədəbiyyata baxın, filmə baxın, filmdir də bu. Gürcülərin çəkdiyi kiçik filmlərdir də bunlar. Deyirlər ki, gəlin bunu müəyyənləşdirək. Kim və niyə? Müəyyənləşdirirlər ki, hamımızın ailəsi də var, uşağı da var, gələcəyi də var, sənin heç nəyin yoxdur. Yəni, gələcəyin də yoxdur, ailən də yoxdur, övladın da yoxdur, sən get. Bu adam açır oranı gedir və deyirlər ki, günəş batanda güllələyəcəyik, çıxanda. Günəş çıxanda güllələyəcəyik. Bu adam deyir ki, mən dağı aşanda günəş çıxdı. Bitdi. Güllələdilər, zaten öldürdülər, yox, günəş çıxdı. Yəni, bax, görün necə maraqlı xalqdır bu. Nə maraqlı hadisədir bu. Müsahibənin bu yerində tamaşaçılara bir şey xatırlatmaq istəyirəm. Biz Ceyhun müəllimi su mütəxəssis kimi təqdim elədik, mətbuat. Mütəxəssis də deyiləm mən. Bəli, mütəxəssis deyil, amma Ceyhun müəllimin indiki danışıqlarından bəlkə də siz indi fikirləşəcəksiniz ki, bir qurumun mətbuat xidməti rəhbəri ədəbiyyatdan danışır, nə bilim, jurnalistikadan danışır, atalar sözlərindən danışır. Əslində Ceyhun müəllim yazıçıdır, 2 kitab müəllifidir. Eyni zamanda Jurnalist Ekspert Mərkəzinin sədridir, Media Açarın mükafatçısıdır, Mətbuat Şurasının idarə heyətinin üzvüdür, Tərəqqi medalı mükafatçısıdır və kitabları da Sabah həmişə var. Sabah, dünən yoxdur, bugün olmayacaq, Sabah həmişə var və Fövqündə kitablarının müəllifidir. Ona görə biz Ceyhun Musaoğlu ilə həm də digər məsələlər haqqında da hər şeydən danışa bilərik. Məncə, qayıdaq Ceyhunun əslində əsl peşəsinə, əsl fəaliyyətinə. Ceyhun Musaoğlu mənim redaktorum olub, Ədalət qəzetində. Mənə istiqamət verən, nə bilim,
öyrədən adamlar var. Allah Sonra, eləməsin. Bilik fondunda bərabər çalışmışıq. Orada da Ceyhundan həmişə öyrənmişəm. Böyük qardaşım kimdir mənim, amma istəyirəm həmkar kimi danışaq. Jurnalistikanın indiki vəziyyəti, ədəbiyyatımızın indiki vəziyyəti biraz ayrı məsələlərdir. Gəl elə əslində sənin daha çox peşəkar olduğun həm də mətbuat şurasında idarə heyətində varsan. Necədir indi jurnalistika? Məsələn, sənin çox qəzetlik fəaliyyətin var da, çoxlu qəzetlərdə fəaliyyət göstərmirsən və bugün artıq orada deyilsən, artıq köşədə yazmırsan, artıq redaktorluq da eləmirsən, tam oturuşmuş bir işdəsən. Necədir o jurnalistika ilə bu jurnalistikanın arasındakı fərq? Çox sağ olun təqdimata görə. Mən Cəlil Cavanşirin oxucusuyam, mən Bahadır bəyin oxucusuyam, mən nəinki redaktoru, mən doğrudan da yəni mənim elə bir kitabımın da redaktoru Cəlil Cavanşirdir və mən bu cür yəni düşüncə, əqidə, bu cür təfəkkür, bu cür yazı qabiliyyəti olan insanların jurnalistikası təbii ki, mükəmməl jurnalistika olmalıdır. Biz bunu arzuluyuruq təbii ki, o cümlədən ədəbiyyatı da. Amma hər bir sahədə problemlər olur. Bizim jurnalistikadakı problem dövlətlə bağlı problem deyil əslində. Çox böyük dəstəyi var dövlətdən, çox böyük dəstəyi var, tutaq ki, agentlikdən, media agentliyindən, mətbuat şurasından çox böyük mənəvi dəstəyi var. Redaktorlarımızın özlərinin, baş redaktorlarımızın özlərinin əməkdaşlarına çox böyük dəstəyi var. Bunlar hamısı qaydasındadır. Sadəcə olaraq bütün dünyada ümumiyyətlə düşüncə, təfəkkür, ədəbiyyat, yaradıcılıq degradasiyası gedir. Bütün dünyada. Tutaq ki, məsələn, Amerika büdcəsindən ən az mədəniyyətə ayrılır. Tutaq məsələn, ən az. Artıq mədəniyyət, artıq ədəbiyyat, artıq itirməkdədir. Bizim, yəni, itirib. Amma mən deyim ki, ədəbiyyat burada heç nə itirmir. Burada dünya itirir. İnsan ədəbi düşünməyəndə insan heç vaxt rahat və xoşbəxt ola bilməz. Məsələn, jurnalistika 4-cü hakimiyyətdir. Niyə demişik? Çünki üç orqanın, qanunverici orqanın, nə bilim qərarverici orqanın, bütün idarəedici orqanın, bunun 4-cüsü jurnalistikada ona görə ki, bizim yazdığımız, sizin də redaktor olduğunuz Cəlil bəy kitabda fövqündə sözü elə belə yaranmayıb. Yəni jurnalist bütün hadisələrin fövqündə dayanmalıdır. Gəlirik yenə həmin o bastrometriyə. Fövqündə dayananda görəcək. Amma fəzanı görə biləcək. Fəzanı görə biləcək, aşağını görə biləcək. Tutaq ki, təsəvvür edin, biz parlamentdə otururduq şeydə, zalda. Deputatlar aşağıda otururdu, biz yuxarıda otururduq. Çox maraqlı qurulmuşdu. Əslində, mən belə bir sözüm var, dedim, mən deputatlara yuxarıdan aşağı baxıram. Əslində biz yuxarıdan aşağı baxmalıyıq. Əslində bizim funksiyamız da deputatların funksiyasından, bizim cəmiyyətdəki rolumuz da deputatların rolundan daha fərqlidir. Demirəm böyükdür, amma fərqlidir. Biz mütləq oradan baxmalıyıq ki, onları görək. Amma indi bugün demirəm orada vəziyyət necədir, təbii, amma biz nə vaxta qədər ki, fövqünə qalxmayacağıq. Məsəl üçün, su ilə bağlı hər hansı bir qəza hadisəsi baş verir, jurnalist zəng edir, filan yerdə qəza olub, müəllim, xahiş edirəm, açıqlama verin. Boş üstü. Gedi 3-də də durğusda mənim əzbər açıqlamam var ona. Gedirlər, həll edirlər, cümlə budur, bir dənə cümlə. Qeyd olunan ünvanda baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı abonentlərə suyun verilməsində müvəqqəti fasilə yaranmışdır. Fasilə 4 saat ərzində aradan qaldırılacaq. Sağ olun. Bitdi mi? Bizim su problemimiz həll olundu mu? Bizim həmin ərazinin insanların su ilə təmin olunması həll olundu mu? Hər şey bitdi mi cənab jurnalist? Axı bitmədi. Bəli, sual verə bilərsən, niyə tez-tez qəza olur? Bəli, mən ola bilsin ona cavab verə bilmərəm, ona görə ki, o bəzən bizim də nöqsanlarımızdan ola bilər. Mən deməliyəm ki, orada xətlər dəyişdirilməlidir. Sual verirsə, bəs niyə dəyişdirilmir? Mən deyəcəm ki, ona görə dəyişdirilmir ki, bilirsiniz, maliyyə məsələlər var. Aha, pulumuz yoxdur, deyib başda qoysan pulumuz yoxdur. Bu artıq publikaya oynamaqdır. Bu artıq TikTok jurnalistikasıdır. Mən həmişə demişəm, biz nə vaxta qədər ki, sosial şəbəkə media deyəcəyik, öz mediamızla, onu ciddi media ilə, sosial şəbəkəni eyniləşdirəcəyik, biz uduzacağıq. Sosial media anlamı yoxdur. Sosial şəbəkə anlamı var. O media ola bilməz ona görə ki, bir, medianın qanunları var. Media haqqında qanun var. 2, medianın etik davranış qaydaları. Media ilə hər kəs məşğul ola bilməz, o da var. Media ilə hər kəs məşğul ola bilməz. Yeni media haqqında qanuna görə baş redaktor məhz ali təhsilli olmalıdır. Yaxşı, əlinə bir telefon alan, əlinə bir Facebook yaradanla məni eyniləşdirirsənsə, artıq mənim ciddiliyimi
onun populyarlığına, dırnaq arasında populyarlığına qurban verirsən. Ən çox nə populyarlaşır? Yalan. Həqiqət yalana uduzur hərdən nədə? Populyarlıqda. Amma Çünki yalan populyardır. çünki yalan populyardır. Sosial şəbəkə daha çox yalan yayır. Amma jurnalistikanın yalan yaymağa ixtiyarı yoxdur. Nə hüquqi cəhətdən ixtiyarı var, nə mənəvi cəhətdən ixtiyarı var. Çünki bizim Ama bugün yayır axı. bu gün yayır ona görə ki, dediyim kimi, bax mənəvi cəhətdən jurnalistikamız artıq TikToka qurban verməkdədir özünü. O da jurnalistikanın yenədir, amma dövlətli tərəfi yox ha bunun. Hər şeyimiz var, hər şeyimiz, redaksiyalarımız var. Heç bu günə qədər Azərbaycan jurnalistikasında bu qədər böyük dəstək olmayıb. Dövlət tərəfindən, ictimaiyyət tərəfindən, QT agentliyi tərəfindən, media agentliyi tərəfindən, ayrı-ayrı biznesmenlər tərəfindən. Bu dəqiqə MMC olaraq jurnalistika biznesdir. Yəni bir redaksiya MMC-dir. Əvvəllər bizim təsnifatımız yox idi. Biz QT olaraq da qeydiyyatdan keçmirdik. Elə gedirdik qəzetin adını qeydiyyatdan keçirdik Ədliyyə Nazirliyində 5 gün ərzində çıxıb gəlirdik. İndi elə deyil. İndi biz məhdud məsuliyyətli cəmiyyətik. Bizim artıq hüquqi statusumuz var. Amma Facebook istifadəçisi məhdud məsuliyyətli cəmiyyətdirmi? Xeyr. Bəs sən məhdud məsuliyyətli cəmiyyəti necə heç bir hüquqi statusu olmayan bir sosial şəbəkəyə qurban verirsən? Sən verməməlisən. Başa düşürəm. Nə qədər həqiqəti yazsan belə, sənə inanmayacaqlar, ona baxacaqlar. Sabirə də baxmırdılar. Üzeyir bəyə də baxmırdılar. Üzeyir bəy Leyli Məcnun yazanda 100-dən çox Leyli Məcnun yazılmışdı. Nə oldu bir dənə Üzeyrin Leyli Məcnunu qaldı? Nə anı 100-dən çox Leyli Məcnun? Ceyhun müəllim, Azərbaycanda bax siz 90-cı illərdə də jurnalistikada fəaliyyət göstərmisiniz. O dövrlərdə mən uşaq idim. Uşaq deyəndə yəni 11-ci, 10 yeni getmə idim. Amma mən o dövrün yazıçılarını oxuyurdum. Eyni zamanda məsələn müəyyən verilişlər var idi. Məsələn Orxan Fikrətoğlu'nun Zorxana veriliş var idi. Mübariz Qulq verilişi var idi. Və televiziyada da müəyyən verilişlər var idi. Qəzetlərdə də köşə yazılar var idi. Zamin Hacının biz köşə yazılarını oxuyurduq, sizin köşə yazılarınızı oxuyurduq. O dövrdə sanki mətbuat daha azad fikirlərini ifadə edə bilirdi. Jurnalistlər daha obyektiv fikirlərini ifadə edə bilirdi. Amma bugünkü bu jurnalistikada mən onu görə bilmirəm. Amma cənab prezident də öz çıxışlarında həmişə deyir ki, jurnalistlər mənim dostlarımdır. Mən məlumatları bəzən onların informasiyası vasitəsilə alıram. Belə başa düşürəm ki, cənab prezidentin də belə bir qadağası yoxdur ki, hansısa bir qurumun, məmurun və yaxud da bir iş adamının öz başınalığından yazmayın. Bəs bugün bu yazılmamağının səbəbi nədir? Gələ bil ki, mənə elə gəlir ki, jurnalistlərin çoxusu susmağa, daha çox belə deyək də yola verməyə, tezis jurnalistikasına keçməyə üstünlük verdilər. Bilirsiniz, bunun bir çox səbəbləri var, amma mən deyə biləcəyim əsas səbəb bura qədər dedik. Artıq bizlə baş verir. Məsəl üçün, bir xanım, bir uşaq, qızımız oturur efirin qabağında, baxır ki, filan kəsin çıxdı bir dənə kompüterdə yazılmış mahnını oxudu, səs gücləndirici adla və hətta danışıq belə səsi yoxdur bunun. Hətta hiss olunur ki, siqaret çəkəndir. Bunu necə oxuya bildi və çox bahalı bunun geyimi, çox bahalı həyat tərzindən göstərdilər. Bunun villası var, bunun maşınları var, nəyi var. Və bir də baxdı ki, Cəlil Cavanşir çıxıb. Cəlil Cavanşir çox maraqlı danışır, çox maraqlıdır. Bir Cəlilə deyirlər ki, Cəlil oxuya bilərsən? Deyir, vallahi mən oxuya bilmirəm də. Mənim səsim yoxdur, mən müğənni deyiləm. Deyirlər ki, heç nə də yaxşı oxuyamırsan. Bəs bax göstərirlər ki, birdən çıxdı, avtobusa mindi, avtobusda basa-bas, metroya mindi, getdi kirayə evinə belə və baxırlar ki, fərq çox böyükdür də. Və mənim oğlum, mənim qızım deyir ki, bir dəqiqə gözlə, mən Cəlil Cavanşir kimi yaşamaq istəmirəm də. Mən istəyirəm müğənni kimi yaşamaq da. Mən bunun üçün nə etməliyəm? Deyirəm ki, işte gəl sənə bir dənə kompüter alaq, səs gücləndirici, gedə studiyaya səs yazdıraq, sən də get yaşa. Vəssalam. Yəni bu müqayisədə Cəlil Cavanşir kimi, Ceyhun Musoğlu kimi, sizin kimi yaşamaq çox üstün yaşamaq tərzidir. Cəmiyyətə də xeyir verirsən, dövlətə də xeyir verirsən, təfəkkürə də xeyir verirsən, gələcəyə də xeyir verirsən. Görünən boyda böyük bir dövlət quruculuğunda iştirak edirsən, amma məişət səni sıxdığına görə sən artıq şey olmaq istəmirsən, yazıçı olmaq istəmirsən, jurnalist olmaq istəmirsən. Adam baxır ki, bir dənə studiyada qurub, böyle telefonu qoyub qabağına, oturub bir qız, danışır və birdən baxır ki, bu bir dənə bahalı maşın sürdü getdi.
Bu boyda institut qutarıb, bu boyda magistratura qutarıb, bu boyda işləyir, cəmi 800 man maaş alır. 1000 man maaş alır. Məsəl üçün deyirəm. Yəni bu adam niyə jurnalist olmaq istəsin? Bu adam niyə yazıcı olmaq istəsin? Bu adam niyə Söhbət olanlardan gedir. Faktik olanlardan. Yəni bu faktik olanların özü olmaq istəməyib, deyil hə? Sonra o jurnalistika bitirib, gəlib neyləsin də, gəlib redaksiyaya. Can dərdi işləyir. Can dərdi sevmir də, bilirsiniz? Öz peşəsini sevmir. Niyə? Çünki biz TikTokla müqayisə eləməyə başlamışıq jurnalistikanı. Biz ona demirik ki, Cəlil Məmmədquluzadə əbədidir. Cəlil Məmmədquluzadə dövründə minlə Cəlil Məmmədquluzadə olmaq istəyən adam oldu. Yaxud da Cəlil Məmmədquluzadən əleyhinə yazıblar. Axundovu dəfn eləməyiblər, Axundovu gizlədiblər meydini. Yəni o qədər dəhşətli bir hadisələr baş verib ki, baxır qorxur, Axundov olmaq istəmir. Amma maarifləndirsək onu, o başa düşər ki, Axundov olmaq istəmək çox böyük bir həyatdır da, bu Axundov oldu. Nəsə? Yəni bunu belə ümumiləşdirələrdi Ceyhun bəy. İndiki jurnalistika qorxaqdır. Qorxaqdır. Amma necə? Heç kim onu qorxuzmuyor. Özündən belə qənaətə gəlib ki, mən filan kəs kimi yaşamaq istəyirəm. Mən peşəkar olmaq istəmirəm, peşəkara pul... Amma yanlışdır. Bax, Ceyhun Musoğlu peşəkardır. Gör harada gəldi, hara gəldi çıxdı. Siz peşəkarsınız, balaca işlə məşğulsunuz. Sizin YouTube kanalınız ən çox baxılan YouTube kanalıdır da, qardaşım. Siz burada o qədər reklam işləri görə bilərsiniz, o qədər nə bilim çəkərsiniz, o qədər dövlətə, vətənə xidmət edərsiniz, cəmiyyətə xidmət və pul da qazanarsınız da. Yəni nə hepsi oldu ki, tərəqqiyə qədər aldım, mediaçarına qədər aldım, kitablar müəllifi oldum. Bu boyda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində mətbuat katibiyəm, Mətbuat Şurası İdarəsinin üzvüyəm. Axı mənim həyatımda nə pis oldu ki, mən peşəkar oldum, nə dəyişdi ki, mənim, nə ziyanım oldu ki, xeyrim oldu. Əvvəlini o əziyyətlərə tab eləmək lazım. Tab eləmək lazımdır. Bu indiki nəsil deyirsiniz, o əziyyətlərə tab eləmək istəmir. İndiki nəslin ümumiyyətlə doğumundan, havadan, qidadan, digər informasiya təsirlərindən, dünyada gedən proseslərdən, dünyada bu qədər açıq vəhşiliklər yox idi axı. Dünyada vəhşiliklər bəzən gizlin olurdu. İndi açıq vəhşilik gedir. Və artıq təsəvvür edin, görün nə hətta gəlmişiksə, biz deyirik ki, haqlı olmaqdan əvvəl güclü olmalıyıq. Dövlət olaraq görün, amma əslində birinci haqlı olmalısan. İndi elə deyil. İndi güclü olmalısan. Və ona görə də Çünki dünyanın ən demokrat təbliğ edən belə gücə üstünlük verirlər. Və buna baxanda yumuşaq, ipək xarakterli elmlərlə məşğul olmaq istəmirlər. Ədəbiyyat ipəkdir. Azərbaycan dili ipəkdir, jurnalistika ipəkdir. Onunla məşğul. Amma biz dərk eləsək ki, ədəbiyyat ən dəqiq riyaziyyatdır. Azərbaycan dili, yəni dil ən dəqiq elmdir. Mən həmişə deyirdim, götürür də dili humanitar elm kimi təqdim edir. Xeyr, dil ən dəqiq elmdir. Sən 2 üstə 2 gələrsən, 5 yazarsan, müəllim də üstünə xətt çəkər, eləyər 4 də. Sən bilərsən ki, bu 4 edir. Amma sən bir də vergünün yeni səhv qoyarsan, güllələyərlər adamı. Elə hadisələr var. Məktubdur, vergünün yeni səhv qoyur və yaxud da oxu atan kimi nə bilim nə olma adi sözlərdir. Yəni vergünün yeni səhv qoyub o tamam məna dəyişir. Yəni biz onu dərk eləsək ki, bizim məşğul olduğumuz jurnalistika ən müqəddəs peşədir. Birincisi ona görə ki, burada pul var. Açıq şəkildə. Yəni qazanc var. Ehtiyac var. Həmişə də ehtiyac olacaq. İkincisi ona görə ki, burada böyük azadlıq var, rahatlıq var, fikrini ifadə eləmək var. Üçüncüsü ona görə ki, burada alicənablıq var. Sən hörmət edirlər, jurnalist filan kəs. Hörmətli adam kimi səni qarşılayırlar, qəbul edirlər. Hətta bir dənə yazımı belə oxumayıblar ha. 2 kəlməndən deyirlər, yox, bu böyük jurnalist, maraqlı jurnalist. Bunu çox istəyək. Gör nə qədər burada üstünlüklər var ha. Gələcək var, gələcək. Bu gün bizim tanınmış jurnalistlərin əksəriyyəti mətbuat katibidir. Tanınmış jurnalistlərin əksəriyyəti muavindir. İcra başçısıdır. Nə bilim, prokurordur. Gələcək var burada. Çünki niyə? Sən həmişə cəmiyyətin içindəsən. Sən cənab prezidentin, sən parlamentin, sən tutaq ki, qanunverici orqanın, idarəedici orqanın mesajlarını tuta bilirsən. Hiss eləyə bilirsən. Məsələn, sən başa düşürsən ki, Rusiya ilə Azərbaycan münasibətlərində indi cəmiyyət hansı mövqeyi oynamalıdır. Sən ağıllısan. Ona görə də sənə yol açırlar. Sən məmur kimi yol açırlar. Amma sən getmirsən bir dənə institut qurtarmısan, 4 dənə dil öyrənmirsən, gəlmirsən, cəmiyyət tanımırsan, sənə heç yol açmayacaqlar. Yəni sən nə olsun ki, sən hər dili bilirsən. Sən cəmiyyəti bilmirsən, sən prezidentin mesajlarını tuta bilmirsən. Bildiniz necə? Sən hiss eləmirsən ki, bu proses hara gedir. Prezident bundan nə demək istəyir? Onu jurnalist hiss edir. Gənc nəsil jurnalistlərin arasında varmı elə demişəm? Köhnə nəsil, bizim nəsil və bizdən əvvəlki nəsil, bizi yetişdirən nəsil və o bizi yetişdirən nəsil və yetişdirən nəsil. Bunlar ciddi bir məktəb görmüşdülər. Məsələn, sizin nəsil deyək də, jurnalistikanın ən çətin vaxtında jurnalistika ilə məşğul olan nəsil.
məhrumiyyətlər var idi. Hətta siz senzurada görürsünüz. Yəni redaksiyaların vəziyyəti aydın idi. O çətinliklər, o pulsuzluqlar falanlar. İndi hansı redaksiyaya geçsən, komfort otaqlar, əksəriyyəti də, qəşəng kompüterlər, yüksək internet, hər şey əladır. Və o sizin dövrün, o bizim dövrün zəhmətkeş, yazan jurnalistləri yoxdur. Adamlar, yəni həmkarlarımızdır, yəni mən də özümü qismən jurnalist hesab edirəm. Təbii, qisməndir. Heç kəs əziyyət çəkmək istəmir. Yazmaq istəmir, düşünmək istəmir, araşdırmaq istəmir. Məsələn, bizim bir dönəm Azərbaycan jurnalistikasında araşdırma jurnalistikası çox ağır basıldı. Sən özün də çox ciddi araşdırma yazıları yazırdın. Yəni, jurnalist axtarışda olmalıdır. Reportajı, müsahibəsi, araşdırması, müsahiblə davranış qaydası, müsahibi anlamaq. Məsələn, indiki gənc nəsil deyək də, yeni jurnalistlər, new media mənsubları. Niyə o ənənəni qoruya bilmədilər? Bu dövlətlə bağlı məsələ deyil. Bu dünya ilə bağlı məsələ. Nədir burada? Bu ümumiyyətlə dünyada, ondan danışırdıq elə, dünyada insan təfəkkürünün ciddi şəkildə degradasiyaya uğramasının nəticəsini, təfəkkür olaraq. Bu dünyanı idarə edənlər güclərin özlərinin bilərəkdən həyata keçirdiyi bir reformadır, dırnaq arası, islahatdır. Bunlar istəmirlər, insanlar ağıllı olsunlar. İnsanlar dünyada baş verən bu naqislikləri görsünlər, yalanları görsünlər və buna etiraz eləsinlər, ağıllı olsunlar. Görürsünüzmü, intibah dövrü var idi, rəssamlığın, yazıçılığın bir dövrlər. Azərbaycanda 60-cı illər dövrü deyirlər. Kimlər yarandı? Qara Qarayev yarandı, Tofiq Quliyev yarandı. Kimlər yarandı? Aktyorlar yarandı, rəssamlar yarandı. Görün kimlər oldu? Dünya rəhkarlığının baniləri yarandı. Görün bu nə deməkdir? Yəni bunlar artıq indi elə dövr gəlib ki, təfəkkür cırızlaşması gedir. Ədəbiyyat yoxdur, film yoxdur, kino yoxdur. Baxın, bir-iki kino göstərdilər, biraz vulqar ifadələr oldu, çox oldu vulqar ifadələr. Elə bildilər ki, bu vulqar ifadələri kinoya nə qədər çox gətirsən, bir o qədər imkan verəcəksən. Götürdülər axırıncı dəfə bir kənd haqqında bir dənə ifadə işlətdilər. Bu dəqiqə hamı o lənət oxuyur həmin filmə. Məsəl üçün də. Qardaş, elə deyil. Dünyada ən böyük üstünlük mədəniyyətdir. Bilirsiniz necə? Söyüşü də mədəni söymək olar. Markesin bir əsəri var idi. Ki, gəzdiyim gözəlçələrlə, mənim sevimli fahişələrim, məsələ belə çox var idi. Mələklərim, mənim sevimli fahişələrim məsələ belə idi. O əsər, Markes o əsəri bizim dildə desə yola verib də. Amma baxmayaraq ki, gözəl əsərdir. Markes yaşlı vaxtıdır. Deyiblər ki, əsr bəzi özünü yazıb. Bilirsən, niyə? Deyiblər ki, sən elə özünü yaz. O barədə müsahibə verib, o məsələyə gələcəyi, nəşriyyat nədir, mətbəə nədir, pul veriblər ona ki, bu mövzunu yaz. Təsəvvür edin, Markesin sevdiyi gözəlçələr mövzusu. Maraqlı mövzudur. PR-ı da elə gözəl qurublar ki, İranda qadağan olunur. İranda qadağan olunandan sonra bunu da bir PR kimi istifadə ediblər, hamı başlayıb oxumağa. Məsələn, mən İranda Markesin əsəri qadağan olundu xəbərindən sonra bunu götürdüm oxudum. Diqqətimi cəlb edir. Çox maraqlı qurublar da işlərini. Və burada bir yer var, kişi tualetə gedir, tualetə. Öz təbii ehtiyacını ödəyir də belə. Yüngül təbii ehtiyacını ödəyir. Həmin bu kişi Markesdir də, indi güya qəhrəmandır, yaşdır. Bu adam, bu qəhrəmanın, belə deyək ki, bu orqanlarının düzgün işlədiyini göstərmək istəyir. Görün necə göstərir. Göstərir ki, onun təbii ehtiyacını ödədiyi vaxtda həmin gələn, belə deyək ki, axıntı, istəyirəm mədəni deyəm də, axıntıda qırıqlıq yoxdur. Təsəvvür edirsiniz? Şırp gəlir də. Yəni, bu demək ki, prostat və böbrək normal işləyir. Çox sağ olun. Görün ədəbiyyat. Biz indi bunu yazsaydıq, elə ifadələr yazacaqdıq. Bu vulqar çıxacaqdı. Amma bu vulqar deyil. Ədəbiyyat nəsə ona görə. Axı intim vulqar deyil. İntim özü adından da göründüyü kimi elə ən mədəni davranışdır. Və bütün dünya onun üzərində qurulub da elə. Bütün dünya. Yaradılış və dağıdılış. Onu vulqar təqdim edirsən. Yəni onu vulqar təqdim edirsən. Bilirsiniz niyə elə olub? Çünki ədəbiyyatı yığışdırıblar dünyada. Mədəniyyətə pul ayrılmırlar dünyada. Daha çox silahlanma, daha çox vəhşilik, daha çox insanların sayını azaltmaq, qızıl 1 milyar, daha çox texnologiyalar, nələr, robotlar. Şeylər deyilmi sizcə? Komple teoriyaları deyilmi bu insanların sayını azaltmaq? Əlbəttə. Bunlar hamısı onun üçündür. Yox, bu həqiqətdir bu. Həqiqətdir, əlbəttə görmürsünüz. Bunu yəni insanların sayını azaltmaq şeylər həqiqətən. Finland, İsveç mətbuatında bilirsiniz nə yazılır? İsveç mediası haqqında qanunda
İndi adın ola bilər düz demirəm, amma mediası haqqında qanunda qeyd olunub ki, ər və arvad yazmaq qadağandır. Partnyor yazırlar. Niyə partnyor yazırlar? Niyə eyni cinslərin nikahına imkan verdilər? Ona görə ki, dünyaya uşaq gəlməz. Yəni burada nə var ki? Eyni cinslərdən uşaq gələ bilməz ki, qutardı getdi. Sayı azalsın. Çünki dünyanın neymətlərini idarə edənlər çatdıra bilmirlər onlara vermək. Yəni bu bizim mövzumuz deyil əslində. Bu artıq bu artıq kiçilik, bu artıq hamı bilir. Həqiqətləri hamı bilir. Əvvəllər uçan boşqablar haqqında elə danışırdılar ki, indi hamı bilir. O nədir? Uçan boşqab nədir? Hardadır? Niyə var? Hardadır? Bazalar hardadır? İndi yeganə bir siz nə qalıb? Yeganə o qalıb ki, sən özünü bir sevəsən, dəyərləndirəsən, üstün olduğu bu, yaradılışın ən üstün varlığı olduğu insan olarak dərk edəsən, öz ölkəvin, öz xalqının çox gözəl olduğunu, çox yaxşı olduğunu, ölkəvin təbiətini sevəsən, insanlarını sevəsən, hamıya sevgi ilə yanaşasan, tıncıqmayasan, gileylənməyəsən, mühakimə edəməyəsən, biləsən ki, çox yemək ziyandır, biləsən ki, nə çoxdur ziyandır, biləsən ki, hər şeyin bir qaydası var. Elə bilmə, dünya elə yeməyin üzərində qurulub, dünya elə bəlkiliyin üzərində qurulub, dünya bir dəqiqəlik rahatlığın üzərində qurulub, bir saniyə həzzin üzərində qurulub. Bizim aldığımız həzz bəzən bir saniyə olur, bircə saniyə, amma o bizə bir ömür boyu bəs edir. Yəni, bütün bunları dərk eləyəsən. Biləsən ki, kitab oxumaq, bir hekayə oxumaq sənin mənəvi rahatlığı var. Hətta gələcəkdə fiziki əməllərə böyük təsir edə bilər. Orxan Pamuk'un bir hekayəsi vardı, bir cümləsi belə idi. Dün bir kitab oxudum, bütün roman idi. Dün bir kitab oxudum, bütün həyatım dəyişdi. Bəli, bir kitab insan həyatını dəyişə bilər. Bəzən bizim məşhur yazılarımız haqqında bizim belə deyək, cığal yazarlarımız bir də görsən nəsə belə xoşagəlməz sözlər deyirlər. Qardaşım, sən nə danışırsan? Mən onun əsərləri ilə böyümüşəm. Mənim bacımın adı onun əsərindən götürülüb. Mənim qardaşımın adı onun əsərindən götürülüb. O gör nə boyda bir kütləni idarə edib və pis mənada idarə eləməyib. O saf sevgi qoyub ortalığa. Tutaq ki, məsələn, Təminə və Zaur. Əlbəttə, bizim indi yazısı baxışımızla baxanda Təminə və Zaur əsər olaraq zəif əsərdir. Faulknerin tutaq ki, hansı əsərinin yanında, Karamazov qardaşlarının yanında, Qızıl Qələmin yanında, Qılınc və Sülh və Müharibənin yanında təbiidir bunlar. Amma bu əsər olaraq, film olaraq, bu gözəl idi axı, bu mənə gör nələri öyrədirdi. Başqa qadınları qurban vermə ailəvi, valideynlərimə qulaq as. Amma vəfasızlıq da eləmə, onu atıb getmə. Yəni, həm də onu sev, dəyərləndir. Gör, nə qədər mənə üstünlüklər verirdi. Azmı adam uşağın adını Təminə qoydu? Azmı adam uşağın adını tutaq ki, həmən o Fəxrəddin Manafovun apardığın yadından çıxardı. Zaur qoydu. Elə hörmətli bizim dahi yazıçımızın, Anarın elə adı özünün yaratdığı ad deyilmi? Yəni, Anara qədər Anar olmayıb da. Yəni, anam Nigar, atam Rəsul. Yəni, Rəsul Rıza balaca mı şair olub ki? Yəni, bu mənada artıq biz gör hansı vəziyyətə gəlmişik ki, bir vaxtlar ədəbiyyatı ilə böyüdüyümüz, bir vaxtlar filmi ilə valideynlərimizin bizə verdiyi qida, onların filmindən götürdüyü qidaydı. Mənim adım İsmail Ögey Ana filmində Ceyhun Mirzəyevin adıdır. İsmail'i oynayan Ceyhun Mirzəyevin. Anam o qədər xoşu gəlib ki, İsmail'in aktyoruna çox böyük bir insan. Hayf ki, o potensialı onun açılmadan getdi və onun adını qoyublar mənə. İndi mən Ögey Ana filmini çəkəni necə sevməyə bilərəm? Necə tənqid eləyə bilərəm? Bilirsiniz necə? Çünki yəni, həyatımdan keçib. Mənim həyatımdan keçib də bu. Yəni bir də dediyim kimi, görsən, bizim dövrün uşaqları ilə, mənim 50 yaşım var da, bizim dövrün insanları ilə indiki dövrün insanları arasında böyük fərq var. Bir dəfə mən övladımla oturmuşdum. Atam, mən övladım. 3 nəsil. Biz filmə baxırdıq. Bəyin oğurlanması filmi. Orada bir epizod var. Orada elə bir kürəkən, belə deyək də, gələcək kürəkən də ola bilmir. Yəni kürəkən gəlir Yaşar Nuriyevin yanına. O da mağazada işləyir. Orada oyuncaq almaq istəyir. Məşhur oyuncağı alır. Bir gün bu evə gələndə oyuncağı evində görür. Maraqlıdır. İndi sual verir orada. Deyir ki, o nə oyuncağı aldı? Göstərmir, o yeri göstərir, amma oyuncağı göstərmir. Atam qayıtdı ki, bilirəm. Mən də bilirəm. Qızım dedi, mən bilmirəm. Nə baş verdi? Atamdan mənə gələn informasiya qızımda qırıldı. Vəssalam. Nə oldu? Genetik kodu dəyişdirdik. Deməli, genetik yaddaşımıza bizim süni müdaxilə var. Bu süni müdaxilə həm qidalarlandır, həm hava ilandır, həm informasiya ilandır, həm də baxın.
İndi axı bütün insanları birləşdirən informasiyadır. Newton dünyada həmişə birinci olacaq. Yüzlüğün içərisində peyğəmbər də Newtondur. Məhəmməd peyğəmbər deyil, dünya yüzlüğün içərisində neçə illər deyil, bir də Newtondur əsas. Yerdə qalanlar da məşhurlardır. Newton niyə həmişə birinci olacaq? Çünki onun dünya cazibə qüvvəsini yarattı. Çünki bu cəzb etməni bilir. O bilir ki, nə göndərsən özünə qayıdacaq. Nə göndərsən özünə qayıdacaq. Mən informasiya ilə qızımı özümə cəzb eləməliydim. Atam məni özümə cəzb elədi. Mən qızımı özümə cəzb eləyə bilmədim. Başa düşdünüz? İnformasiya yükü qırıldı. Bizi bir-birimizə informasiya yükü bağlamalıdır. Ceyhun müəllim, bu gənclərə ümumiyyətlə gənc olmasa da, yəni müəyyən yaşda da kitab oxumaq istəyir. Məsləhət gördüyünüz 10 qızıl 10-luq deyək də belə kitab hansı olar? Vallahi adlarını tez-tez yəqin çəkə bilmərəm, amma mən yəni adlarını əsərlərin deyə bilmərəm ki, deyə bilərəm. Mən çox istəyirəm ki, Herta Muller'in Nəfəs Yerləncəyini oxusunlar. 2008-ci il deyəsə Nobel mükafatçısı olub Herta Muller. Mesela mən çox istəyirəm ki, müharibə qadın simalı deyil, o da Nobel mükafatçısıdır. Yeni Balqar qadın, səhv eləmirəmsə, Alekseyevich. Svetlana Alekseyevich, nəsə belə bir. Çox maraqlı. Əslində heç roman deyil, reportajdır. Əslində o reportajları biz bizə nə qədər yazmışıq. Cəlil bəy bizə nə qədər yazır, mən bizə nə qədər yazmışam. Sadəcə olaraq dilin ariyalı məsələsi də var. İngilis. Məsələn, Orxan Pamuk indi yenə deyirəm, möhtəşəm yazıcıdır. Amma da Orxan Pamukdan da böyük yazıçılar var da. Yəni Orxan Pamuk Nobel ala bilmirdi. Niyə? Çünki türk dilində yazır. Orxan Pamuk Nobel aldı. Niyə? Çünki ingilis dilində yazdı. Dilin ariyalı məsələsi də var, bildin? Jack London oxusunlar. Jack London hər şeyini oxusunlar, yaşamaq eşqini oxusunlar. İndi Dostoyevski, Tolstoy bunlar təbii ki, bunu oxumadınsa da sən nə oldun ki bu? Mən səfirləri oxusunlar. Mən bir dəfə bir arada belə işsiz olanda bir maşınımla taksi bir iki gün sürdüm. Gördüm mən yükləyirəm dedim maşınımın o belə mühərrikinin gücü də ona imkan vermir. Boş-boşuna elə pulum gedir. Bir gün Səfirlər kitabında mən demək olar elə hər gün oxuyuram onu. Yəni Səfirlər kitabında qoymuşam belə əlimi qoltuğumu qoyduğum bir yerdə. Bir sifariş gəldi, getdim bir otelin qabağında dayandım, bir 5 ulduz otel. Oradan bir belə çox belə barxıtlı xanım düşdü, çox gözəl göyçək, sanki podiumda gəlir xanım belə, çox yaraşıqlı. Təbii ki, gözümün ucu ilə baxdım. Amma oturdu arxada başqa bir otelə sürməyi dedi. Biznes adamına oxşuyurdu, sürürəm. Dedi ki, qəsdən verdi təbii o sualı. Dedi ki, mən də çox güzgüdən baxmaram kiməsə arxadan. Dedi ki, bəs şeydir, keçən hansısa müştərinin kitabı qalıb burada. Dedim ki, yox, müştərinin deyil, mənim kitabımdır. Götürün, necə siz vaxt da tapırsınız kitab oxumadan. Bunların düşüncəsinə taksi sürücü kitab oxumamalıdır. Halbuki Sovet dövründə taksi sürücü hamısı kitab oxuyurdu. Yəni necə kitab oxumamalı? Dedim ki, nə oxuyuram? Bu başbaşında ədəbiyyatdan danışmağa gördüm, bu nə qədər bilir. Yəni əsərlər, obrazlar, zotlar. Xeyli danışdıq. Mənə dedi ki, mən sizdən xahiş edirəm. Siz kimliyinizi mənə deyin. Mən iş adamıyam. Hər bir şərait yaradım sizə. Siz yəni başqa bir işlə məşğul olun. Dedim, hayır, tarixim, elə başqa işlə məşğulam. Sən get, sağ ol. Bu getdi. Yəni baxın görün kitab. Necə böyük bağ yaratdı. Təsəvvür edin, bir o səfirlərə görə mən çox yaxşı bir işdən təmin ola bilərdim. Yəni ki, dost ola bilərdim. Nələr ola bilərdi. Yəni bizi bir-birinə bağlayan əsərlər var. Yəni Faulkner var. Tutaq ki, məsələn maraqlı bir şey var. Nəşriyyata istəyirəm onu gətirmək. Məsələn Faulknerdən soruşurlar ki, müsahibələrində oxumusunuz yəni. Faulknerdən soruşurlar ki, falan əsər bizi yaman tənqid edirlər. Deyir ki, mən o əsəri oxumamışam ki. Öz yazdığı əsərdir. Mən o əsəri oxumuşam. Necə oxumamışam? Deyir, qədər sifariş veriblər, pulla yazmışam. Mənə nəyimə lazımdır? Deyir, amma sizin tutaq ki, filan əsəriniz haqqında çox yüksək fikirlər. Deyir, onu oxumuşam, onu mən yazmışam, Yəni bizdə mətbə var, nəşriyyat yoxdur. Nəşriyyat odur ki, necə ki, getdim marketdə dedi ki, kəsə 50 min verirəm, məsəl üçün deyirəm. 50 min verirəm, sən bir dənə öz gəzdiyi gözəlcələr var, düz qoşdu onu. Mən bilirəm ki, o satılacaq. Buradan 500 min qazanaram, qutarandan sonra sənə 50 min verəcəm. 100 min sən qazanacaqsan, 400 min mən qazanacam, oxucu da qazanacaq. Gör nə qədər gözəl biznesdir bu. Bizdə kitab biznesi yoxdur axı, bizdə tərcümə biznesi yoxdur axı, bizdə tərcümələr nə gündədir. Yəni mənim övladım Azərbaycan dilində tərcüməli oxumur, türk dilində tərcüməli. Bir 10 dənə kitab aldın. Keçən il mən məzuniyyətə gedəndə nəşriyyatların birindən getdim. Kitabın birini açdım. 4-5 səhifədən sonra oxuya bilmədim. Əsəbləşdim. Cəlinə də göndərmişdim. Mən onu skrin eləyib çəkmişdim, telefondan göndərdim ki, mən oxuya bilmirəm. Artıq mən əsəbləşirəm. Cəli mənə başa düşdü, dedi, sən başa düşürəm falan, bəs məkan. Amma nəşriyyatın öz rəhbərinə də atdım ki, bəs mən bu kitabı oxuya bilmirəm. Məni elə belə atəşə tutdu ki, az qaldı mənə ki, sən bizə ilə qarşısan, sən bizi düşmən mövqeyindəsən. Dedim, ay müəllim, valla mənim fikrim elə deyil, mən sizi tanıyıram. Kömək eləmək istəyirəm. İstəyirəm ki, yaxşı tərcümə edəcəm. Bu ChatGPT
o tərcümədən daha qəşəng tərcümə Bəli, edir. İqtisadiyyat kitabı tərcümə edir. Marketinqin 5 sirri. Mən də həm də bir belə deyək də media şirkətinin Təbii, qurğusuyam, rəhbəriyəm. Mən istəyirəm ki, işçimi necə idarə etməyi falan bilirəm. Həm də mənim iqtisadiyyat biliklərim də var. Və bunu oxuyanda gördüm ki, bu kitabı oxuyan adam daha da geri düşəcək. Çünki bu kitabda elə anlayışı elə verib ki, çox səhv verib. Yəni o dərəcədə səhv verib ki, bunu oxuyub marketinq işi ilə məşğul ola bilməyəcək. Marketinqdə səhvlər eləyəcək. Bəlkə də öz bunu fəhminə buraxsan, yəni özü Yazısını baxın, yazısını tanımadan, yazısının həyat tərzini, yazısının sujet xəttini, yazısının bu günə qədər yazdığı kitabların haqqındakı yazıları oxumadan o yazısını tərcümə etmək olmaz. Sağ ol. Tanımaq lazımdır. İkincisi, məsələn, təsəvvür edin ki, Quran-ı Kərimin özü belə tərcümədə çox, yəni degradasiya uğrayıb. Təbii də olur. Məsələn, sual verirlər. Deyirlər ki, buna bax, deyir ki, o dünyada cənnətdə sənə şərab axan çaylar, nə bilim, huri mələklər zətə. Deyirəm, nə desin, düz deyir də. O insanını yaradıb Allah. Öz insanını tanıyır. Bilir ki, onun istədiyi ancaq ləzzətdir. Bir də istədiyi qadındır. Şərab da. Onu verir də. Desin ki, sənə orada 0,7 verəcəm. Nə desin? Realı deyil də. Başa düşdün ətə. Yəni, mənə elə gəlir ki, sevgi ilə, açıq gözlə biz ədəbiyyata, biz cəmiyyətə yanaşsaq, biz çox böyük xalqıq. Həqiqətən böyük. Bizim qara evimiz olub. Mən o qədər adamı... Mən hər dəfə Fəxri Xiyabana girəndə Üzeyir Hacıbəyevin əlindən öpürəm. Bir dəfə bir qadın mənə dedi ki, oranı təmizləyən. Sizin nəyinizdir? Dedim, atam. Qoydu ki, buyur. Üzeyir Hacıbəyev sizin atavızdır. Dedim, mənim, sənin də atandır. Qoydu, nətər mənim atamdır? Dedim, bütün Azərbaycan xalqının atasıdır. Yəni siz təsəvvür edin də, yəni yaxşı, TikTok yaratmadı ki Azərbaycanı. Üzeyir Hacıbəyev yaratdı da. Siyasət yaratdı da Azərbaycanı. Çox maraqlı müqayisədir. Üzeyir Hacıbəyevin Azərbaycanı, bir də TikTokun Azərbaycanı. TikTokun Azərbaycanı. Siz bu ayıbdır da. Biz Üzeyir Hacıbəyevin Azərbaycanından, biz Lütfüzadənin Azərbaycanı. Biz Lütfüzadənin Azərbaycanından. Baxın, ədəbiyyata baxın. Bir dəfə mən Musa Yaqub ruh adamı mənim şeyim var idi, verilişim var idi. Mən ruh adamı rubrikasına Musa Yaqubu danışdırırdım. Verilişim yəni publikada. Onda da bir müqavimət hərəkatı var idi. ADP-də yerləşirdilər. Seyran Səxavət, Musa Yaqub, yazıçılar Mehriban Vəzir, burada hamısı oradaydılar. Mən Musa Yaqubu götürmüşdüm, getmişdik bir bisetkada, binanın ardında danışacaq. Söhbət edəyəm, müsahibə olaram. Birdən qaydanda Seyran Səxavət düşdü, dedi ki, ay Musa, haradasan bir yaxdan, qərar qəbul eləmək istərsən, yoxsan, nə bilim, nə ora-bura, bu qayıtdı ki, bir yaxşı bir jurnalist tapmışam. Bundan söhbət edirik deyəndə qayıtdı ki, indi jurnalist var, hələ onda ya, nə yaxşı jurnalist? Dedi ki, elə demə, Ceyhun müəllim yaxşı jurnalist, belə deyəndə, Ceyhun nəsə belə, qayıtdı ki, mənim nekroloqum oxumusan. Mən də ümumiyyətlə həmişə birinci Azərbaycan jurnalından oxuyurdum əsəri. Ona görə ən birinci oxuyanlardan biri mən olurdum. Çünki Azərbaycan jurnalında çıxandan sonra kitab kimi çıxırdı. Birinci Azərbaycan jurnalında çıxırdı, sonra kitaba çevrilirdi. Mən birinci Azərbaycan jurnalından oxuyurdum əsəri həmişə. Ona abunə idim. Ona görə hamıdan qabaq oxuyurdum. Bu nekroloq da Azərbaycan xalqı güya ölüb Qarabağa görə də ona başsağlığı verir. Budur. Qayıtdı ki, heç mənim nekroloqum oxumusan. Ona bir dənə cümlə dedi. Və o cümləni hər yerdə dedi o. Əsərlərində də yazdı, efirdə də dedi. Dedim, ölülər onlar üçün yazılan nekroloqu oxuya bilməzlər. Vəssalam, bu demək ki, oxumuşam. Xəbərim var. Bu demək ki, mən bilirəm ki, bu bizim xalqın Qarabağ siyasətindən özünü belə apardığına görə siz bizim xalqı ölü hesab edirsiniz. Deməli, mən bu əsəri oxumuşam və deməli, mən də o cümlə, bunu mənim Seyran Səxavət boyda yazısı ilə dostluğuma səbəb oldu. İndi dostlar, ədəbiyyatın gücünü gördünüz. Ədəbiyyatın gücünü gördünüz. Bir cümlə mən Seyran Səxavətdən qardaş elədi. Bir cümlə mən Musa Yaqubdan qardaş elədi. Yəni ədəbiyyat, film, mədəniyyət. Məsələn, bir dənə də deyim. Aydan Salahov var idi. Tahir Salahov, bayaq deyək, sətrəkkarlığın banisidir də. Dünya sətrəkkarlığının banisi mənim yerlimdir. Bununla niyə fəxr eləməyəsən ki sən? Onun qızı Aydan Salahovaya baxın. Adam deməli 1 ton ağırlığında daşı aparıb Luvr muzeyində qoyub, üstündə də bir dənə göz yaşı, qara daşı. Baxın, bütün müsəlman dünyasını özündə əks etdirən bir sənət əsəri düzəldir də. Bir dənə göz yaşı, 1 ton da qara daş Luvr muzeyində nümayiş olunur. Kimdir bu? Aydan Salahovadır. Kimdir Aydan Salohov? Mənim əzizim, mənimki, bizimki. Və nə baş verdi? Mənim kitabımda var. Aydan Salahovanı lüt görən kör gözlər adında yazım var mənim. Çox qarşı bir dönəm idi o. Aydın Salahova buradan yuxarı çırpaq şəkildə
Və Fotosesiya vermişdi. belə bir şəkli çəkilmişdi bunu. Fotosesiya. Fotosesiya elədirmişdi belə. Hamı yazmışdı ki, ayıb olsun, o da soyundu. Baxın, planimetrik yanaşmışlar da məsələlərə ki, soyundu. Mən yazdım ki, o soyunmuyor. O heykələ dönüb. Siz ona o gözlə baxmayın. O adam heykəltaraşdır, o adam rəssamdır. O özü öz heykəlini yaradıb. Aydan Salovanı lüt görən çox gözlərsiz siz dedim. Və gətirmişdim pyesdə. Afroditadan bir misal vermişdim. Afroditanın mifində deyilir ki, Afroditanı tuturlar, ölümə məhkum edirlər. Afroditanın vəkili nə qədər müdafiə edir, görür müdafiə edə bilmir, gücü çatmır. Bunun belə bədəni cırır, belə, paltarını cırır belə. Deyir, siz bu bədəni torpağa gömmək istəyirsiniz. Siz bu Allahın bu boyda möhtəşəm əsərini torpağa mı gömmək istəyirsiniz, bu gözəlliyi? Və Afroditanı bağışlayırlar. Və o vaxtdan Afrodita olur gözəllik ilahəsi. Nəyi pisdir ki? Gözəllik ilahəsi deyiləndə gələk indi sırf məişətə. Qardaşım, Afrodita bədənində qururlar hər şeyi. Geyimi də, keçimi də, dəbi də, göndə. Bu da bizə informasiya, bu da bizə kömək elədi. Yəni, sənətin, ədəbiyyatın gücünü bir TikToka qurban vermək, bir merkantil maraqlara qurban vermək, əbədi jurnalistikanın hökmünü, jurnalistikanın bacarığını gətirib sosial şəbəkələrdə ona media deyərək təqdim eləmək bizim yanlışımızdır. Biz jurnalist olduğumuzla fəxr eləməliyik. Biz çox böyük sənətlə məşğuluq. Sənin başqa sualın varsa... Əslində sual çoxdur. Ceyhun çox maraqlı müsahibdir. Çox maraqlı obrazlı, maraqlı insandır. Sağ olsun gəldi bugün bizlə dəyərli fikirlərini bölüşdü. Yenə deyirəm, biz söhbət eləməyə başlayanda vaxtın necə keçdiyini çox bilməmişik. Bir 15 ilə yaxındır tanıyırıq birbirimizi və bunun xeyli hissəsində bir yerdə çalışmışıq. Mənim Ceyhun müəllimin sözündən adam yorulmurdu. Həm də o qədər dolu danışır ki, yəni təkrar fikirlər səsləndirmir. Eyni zamanda mən ümid edirəm ki, bu podkastda axıra qədər baxan insanlar həqiqətən də böyük şəkildə faydalanacaqlar hər baxımdan. Yəni gedib bir kitab açıb oxuyacaq, biri daha belə deyək də sənətlə daha bağlanacaq. Yəni çünki çox faydalı, informativ, maarifləndirici bir söhbət oldu. Sizə çox təşəkkür edirəm. Son olaraq qısa məsələn deyim ki, məsələn adi bir şey deyirəm. Mənim övladım, qızım çox mütaliəli qız, çox oxuyur da, həddindən artıq oxuyur. Mən inanmırdım ki, bizi çox oxumaqda keçə bilən bir nəsil yetişir. Bu keçdi də, yəni belə çox qəribə bir oxuma tərzi var bunun. Sürətlə və ağılla və qeydlərlə belə oxuyur. Məsələn, mənim redaksiyaya gəlirdi, mənim redaksiyam var idi. Redaksiyaya gəlirdi, orada bizim uşaqlarla ciddi danışmırdı, jurnalistlərlə. Deyirdim ki, sən niyə bunlarla ciddi danışmırsan? Deyirdi, ata, burada neçə nəfər var? 10 nəfər. Onu da eyni obrazda deyirdi. Mən təkcə Dostoyevskinin İdiotunda 80 obrazla tanış olmuşam. 80 obraz. Nəzər bilirsən? Mən bu obrazların hamısı eynidir. Mən bunlarla nə danışım? Deməli, kitab oxumaq ona görə gözəldir ki, mənim indi qızım ailə qurur, elə dəqiq adam seçir. Niyə? Çünki bu adam obrazları tanıyır. O bilir ki, bunun qabağına çıxan idiot deyə idiot deyil. Yəni, kitab oxumaq o deməkdir ki, sən çoxlu obrazlar tanıyacaqsan. Sən sabah sənin qabağına çıxan insanların artıq xarakterini biləcəksən. O səni anlada bilməyəcək. Məsələn, bəzən deyirlər, ailələrin dağılmasında daha çox cahillik yox. Bəli, cahilliyin böyük rolu var. Cahillik təkcə ali savad deyil. Sən ali savadlı olaraq cahil ola bilərsən. Alim var ki, cahil. Necəyəm? Akademik var ki, cahildir. Yəni, ona deməkdir ki, söhbət biz nədən gedir? Söhbət məhz ədəbiyyatdan gedir. Məhz ədəbiyyatdan gedir. Məsələn, mənim bir dostum vardı, şeir deyirdi ki, başmağımda ayaqlarım sıxır məni. O biri dostum qayıtdı ki, yox, elə yox, ayağımda başmaqları sıxır məni. Qayıtdı ki, onu sən bilərsən. Ayağımda başmaqlarım sıxır adidir. Amma başmağımda ayaqlarım sıxır. Başqa bir dənə motivdir. Ki, bunun ayaqları bunun başmağının içində niyə sıxır? Bunun ayaqlarında nə problemdir? Bunun mənəviyyatı, ruhu niyə bu qədər sıxılır? Məsələn, mən axırıncı yazdığım hekayənin birinci cümləsi belədir. Onlar orta qapıda yaşayırlar. Bizim ədəbiyyatçılarımız belə cavanlara qayıtdılar ki, yox, müəllim, orta qapıda necə yaşamaq olar? Onlar orta qapıda yaşayırdılar, sağ qapı ilə qonşuluq edirlər belə. Qayıtdım ki, mənim qardaşım, ədəbiyyatla dilin fərqi elə budur ki, mən yazsam ki, 3 nömrəli blokun 2-ci mərtəbəsinin 67 nömrəli ünvanda yaşadan bu cinayət istintaq hadisəsidir. Bu Azərbaycan dilidir. Yazıçının işi ifadə yaratmaqdır da, orta qapıda yaşayır. Soruşanda çağırda yaşayır, orta qapıda yaşayır. Yəni, məsələn, və yaxud da birinə deyirsən ki, sənin qalsusluqdan asaram. Soruşuram ki, oğlana deyirsən, qıza deyirsən, deyirlər ki, qızlar da qalsus taxır. Deyirəm, xeyr, məhz oğlana deyirsən. Bu artıq ədəbiyyatdır. Onun tərifi yoxdur, niyə oğlana dedin.
o hissiyat. Görün ədəbiyyat nə boyda böyük bir qüvvədir. Ətriyyatçını oxumayan adamla mən nə söhbət edeyim, nə deyim mən buna yaxşı. Kremlini tanımayan adam var. Hələ mən buna nə danışım deyim. Mən Leonardo da Vinci'ni, mən yaşamaq eşqi, Van Gogh, Deklonda da yaşamaq eşqi var, həyat eşqi var. Yaşamaq eşqini Stefan Zweig oxumayanla, mən tanımayanla mən nə deyim. Məsələn, mənim yazısı dostlarım belə, Tolstoy kimdir? Yox, yazısı deyir bu, bu da danışır. Dünya ədəbiyyatının 4 qolu var, biri Tolstoy deyir. Yəni, bu mənada mən ona görə deyirəm ki, əzizlərim, kitab oxuyun. Çünki siz xoşbəxt olacaqsınız, rahat olacaqsınız. Həmişə sizin üçün yaşıl işıq olacaq. Siz bütün ölkəni tanıyacaqsınız, bütün insanları, cəmiyyəti. Sizi heç kim allatmayacaq. Nə əriniz, nə uşağınız, nə qonşunuz. Heç kim sizi allatmayacaq. Siz artıq insanları tanıyacaqsınız. Siz biləcəksiniz, dünyanı tanıyacaqsınız. Bax, belə. Çox sağ olun, çox təşəkkür edirəm. Əziz dostlar, məncə çox maraqlı bir müsahibə oldu. Siz də öz fikirlərinizi şərhə yazmağı unutmayın. Növbəti müsahibələrdə, növbəti verilişlərimizdə görüşənədək. Təşəkkürlər.
Hamilə qadın saçını kəsdirəndə uşağının ömrü azalır. Siz təsəvvür edin, yanaşmaya baxırsınız. Amma da bu suyu aç bıraq, suyu söy, suyu lənətlə, nə bilim bu su niyə qara gəldi. Buyurun laboratoriyamıza müraciət edin, laboratoriyamız sizə bütün cavabları verir. Deməli 6 iri şəhərin 6-sından da krantdan gələn su içmək olar. Sudan xəstələnən neçə nəfər olub? Bir də statistika versin görüm. Jurnalistikamız artıq TikToka qurban verməkdədir özünü. O dövrdə sanki mətbuat daha azad fikirlərini ifadə edə bilirdi. Biz TikTokla müqayisə eləməyə başlamışıq jurnalistikanı. O bizim dövrün zəhmətkeş yazan jurnalistləri yoxdur. Bizim aldığımız həzz bəzən bir saniyə olur. Bizim dövrün insanları ilə indiki dövrün insanları arasında böyük fərq var. Bizdə mətbəə var, nəşriyyat yox. Ər və arvad yazmaq qadağan. Halbuki Sovet dövründə taksi sürücüləri hamısı kitab oxuyur.